Azərbaycan büdcəsinin deyəsən imkanları haqqında son bir hesabat açıqlanıb, 81 milyard bir rəqəm səslənib. Büdcəmiz deyil, bizim büdcəmiz deyəndə ki, ehtiyatlarımız, pardon, valyuta ehtiyatlarımızdan bağlı, mən səhv elədim, üzr istəyirəm. Amma çoxu da məmurda pul var və Ramiz Mehdiyev hekayəsini məhz bu kontekstdə müzakirə edirlər. Hətta deyirlər ki, 10 milyarddan çox, 15, 12, 18, 20 milyard vəsait səsləndirilir ki, Ramiz Mehdiyev və onun çetəsi bu qədər vəsaitə nəzarət edir və bugün baş verənlər əslində onun görüntüləridir. İndi hər kəs öz müstəvisində müzakirə edir. Siz nə görürsünüz bu prosesdən? Mən buna bir cümlə ilə belə başlıq qoysaydım, əgər media işçisi olsaydım, ertələnmiş cəza deyərdim. Bu çoxdan olmalı idi. Sadəcə müəyyən proseslə, bu 2013-də bəlkə də olmalı idi. 13-də. Bəli, prezident seçkiləri zamanı elə bir şərait yaratdılar ki, burada Putinin bura gəmi ilə gəlməsinə səbəb oldular və Azərbaycandan nələrinsə qoparılmasına səbəb oldular. Milyarderlər İttifaqı xatırlayırsınızsa, Rüstəm İbrahimbəyev кейsi, bütün bunlar o vaxt Ramiz Mehdiyev onun belə deyək də qurduğu oyunların bir parçası idi. Və o zamandan mən əminəm ki, dövlət bunu bilirdi. Ən azından dövlətin ən yüksək səviyyəsində olan insanlar bilirlər. Sadəcə bu cəzaların ertələnməsi baş verdi və gəldi bu günlərə qədər bu ertələnmə çıxdı. Yəni, həm sizin üçün, ölkənin dəyərli jurnalistlərindən biri kimi, həm də mənim üçün bu məsələdə danışmaq bilirsiniz, həm də niyə asandır. Çünki biz həmişə zamanında təqdim eləmişik. Siz Naxçıvandan başlamış, Bakıya qədər bütün hadisələri, illərdir mən sizi tanıyandan müzakirəyə açmışsınız, adlar çəkmişsiniz, hakimiyyətdə olan güclü vaxtlarında belə. Siz də, mən 16-cı ildə saxlanılanda 8 saatlıq bizim istintaq getdi, onun yarısı Ramiz Mehdiyev haqqında sual verildi ki, niyə adını çəkirsən, niyə danışırsan, niyə tənqid edirsən? Yəni, o Anadolu qardaşlarımız demiş, bizə hava xoş. Biz o vaxtda danışmışıq, bugün də danışırıq və sabah da danışacağıq. Çünki o vaxt gördüklərimizi, bildiklərimizi, inandıqlarımızı demişdik. İndi məsələn, kənardan yanıb bəzən çox qəribə hisslər keçirdərək izləyirsən ki, Ramiz Mehdiyevin əlinə çörəyə çatdırdığı insanlar və yaxud da vəzifəyə çatdırdığı insanlar onun arxasınca necə danışırlar. O özləri bilər. O da onların problemidir. Burada biraz çirkli siyasi mənzərətdə bütün hallarda. Bəli. Amma bir şəkildə bu təmizlənmə etməlidir də. Əlbəttə. Amma burada iki məsələni bir-birindən ayıraq. Bir hüquqi məsələ, bir siyasi məsələ. Azərbaycanın hökumətinin bu məsələlərlə bağlı siyasi məsuliyyəti var. Mütləq. Yəni, siyasi məsuliyyət daşıyır ki, bu tipli bir insan media yazırdı mı, yazırdı. Müxalifətçilər danışırdı mı, danışırdı. Ramiz Mehdiyevin Rusiyanın adamı olduğunu ilk dəfə mən səhv eləmirəmsə 96 ya 97-ci ildə eşitmişəm o cümləni. O vaxt heç yaxından maraqlanmazdım. Bəlkə daha öncədən. Yəni, boz kardinal ifadəsi mən xatırlayıram ki, məsələn... Yəni, çoxdandır bu söhbətlər var. Bəli, o vəzifəyə təyin olunandan qısa sürə, 95-ci ildə desən, ikinci dəfə gəldi. Elə o qısa vaxt sonra... Bir ildən, 2 ildən sonra artıq o danışılırdı da bu vaxtda. Yəni, mən inanmıram ki, bugünə qədər, yəni bugün xəbər tutulub ki, belə bir hadisələr baş verir. Ona görə də hökumətin, ən azından hakimiyyətin bir siyasi məsuliyyəti var. Və bu siyasi məsuliyyət də daxilini təmizləmək yolu ilə, siyasi səhnəni və mənzərəni təmizləmək yolu ilə məncə bu məsuliyyətin altından çıxmağa çalışmalıdır. Yəni, məsələn, Rusiyanın güclü vaxtına düşüb bu proses izahı, məsələn, siz siyasətçiləri qane eləyər burada? Yəni, o məsuliyyətin azalması söhbət ondan getmir. Okey, izahını necə istəyirlər versinlər, özləri bilər. Amma təmizlik işlərini doğru aparsınlar. Məsələn, nə gözləyirsiniz? Nə arzu eləyirsiniz Azərbaycan üçün? Əslində, mənim üçün gözləntim ondan ibarətdir ki, əgər dövlət çevrilişinə cəhd, çox ciddi bir ittiham səsləndirilibsə, bu 87 yaşlı bir insanın tək başına görə biləcəyi bir iş deyil. Bunun bir siyasi ayağı olmalıdır, iqtisadi ayağı, hətta hüquq mühafizə və s. və s. Bir çox ayaqlar olmalıdır. Məsələn, FETÖ necə hərəkət edir? Bəlkə bu kənardandır, məsələn? Kənardan da olsa, burada bu koordinasiya... Yəni, dediyiniz hərbi gücün kənardan olması. Məsələn, 20-ci il
hekayəsinin Ramiz Mehdi 87 yaşında bir kişidir. Belə düşünür. Məsələn, Rusiya ilə qurduğu plan ya da Rusiyanın ona verdiyi əmrlər üzərindən atılan addımlar o hərbi gücün ya da mən sadəcə bir versiya kimi səsləndirirəm. Kənardan Azərbaycana müdaxiləsini nəzərdə tutur. Ola bilər, amma burada daxildə, məsələn, bunun bir siyasi, iqtisadi ayaqları olmalıdır ən azından. Və onlar ortalığa çıxmalıdır. Söhbət istəyir müxalifət içində olsun, istəyir iqtidar içində olsun, deputat korpusunda olsun, məmur korpusunda olsun, fərqi yoxdur. Və bunlar təmizlənməsə, Azərbaycan siyasətində təmiz abu-havanın yaranması çətin olacaq və sabah başqa Ramiz Mehdiyevlər çıxacaq. Başqa, daha az çapda, daha az bəlkə də rolda, amma çıxacaq. Bu sistem onları doğurur, onu demək istəyirəm. Bir versiyada var ki, Rusiya ümumiyyətlə öz adamını dəyişir. Bu ola bilər? Mən şəxsən Rusiyanın belə həddindən artıq susqun qalması bu məsələdə müəyyən suallar yaradır insanda. Mən amma düşünmürəm ki, məsələn, Putin götürüb papkanı qoyub qabağına bizim Azərbaycan prezidentinin və yaxud da hökumətin ki, gedin bunu həbs eləyin və yaxud da bu bizə işləyirmiş. Elə olmur. Məncə tərsinə olub. Əgər nəzərə alsaq ki, avqustun 13-dən başlayıb proses, bəlkə də Prezident İlham Əliyev Putinə deyib ki, bu sizin planındır, mən də onu açdım. Bəli, tamamilə doğrudur. Mən də aşağı-yuxarı eyni düşünürəm. Amma başqa məsələlər də var da. Başqa məsələ də ondan ibarətdir ki, əgər Ramiz Mehdiyev bu belə bir planın bir parçası olubsa, burada mütləq xarici qüvvələrlə yanaşı, yəni Rusiyanın nəzərdə tutulub da xarici qüvvə deyəndə, yanaşı daxildə müəyyən bir şəbəkə olmalı, bir xəbərləşmə şəbəkəsi, bir şikayətçilər dəstəsi. Mən əminəm ki, məsələn, köhnə komandanın üzvləri çox güman ki, gedib onu ağsaqqal kimi şikayət edənlər olub da ki, məsələn, indiki nazirlər və yaxud da hansı yeni komanda bizi saymır, filan biznes maraqlarımıza toxundu, filan yerdə bizim qabağımızı kəsdi, filan yerdə. Yəni bu narazılıqlar həmişə var idi. Yəni onun bağının girli-çıxlı bir bağ olduğunu, yəni bizim evlərdə dəfələrlə səsləndirirlər. Əlbəttə, yəni bu narazılar da olub. Öz şəxsi maraqlarına görə narazı. Mən də düşünmürəm ki, onlar gedib Ramiz Mehdiyevə deyiblər ki, gəl birləşək dövlət çevrilişi eləyək. Yox. Amma bir ağsaqqal kimi gedib onların ağsaqqalı. Yəni mövqelərini geri qaytarmaq. Bəli. Bəlkə kömək elədi, bəlkə hansısa bir yol göstərdi. Çünki bilirsiniz, uzun müddət bir vəzifədə olmaq və yüksək səlahiyyətlərlə bir vəzifədə olmaq ciddi fəsadlar da yaradır da. Yəni insan kimlərisə obraz desək serjantdan generala çevirir, heç kimdən deputata çevirir, heç kimdən nazirlik işçilərinə çevirir. İndi çevirdiyi deputatlar deyirlər ki, bizə neyniyib ki, komitə sədri falan qoyub məni, yox bir qoyaydı. Yəni budur söhbət. Yəni bax bunlar təmizlənməlidir, seçkilərə müdaxilələr müzakirə olunmalıdır. Yəni biz seçkilərə deyirdik müdaxilələr var 10-cu ildə, 15-ci, mən öz keysimi deyirəm də, ondan əvvəl də olub təbii ki. Mən 10-cu ildə ilk dəfə seçkilərdə iştirak eləmişəm. Deyirdik seçkilərə müdaxilə var, mənim namizədliyimi qeydə almadılar 10-cu ildə məsələn. Deyirdik yox elə şey yoxdur. Bəs indi çıxır ortalığa ki, çıxın bir üzr istəyin ki, valla sizin də haqqınızı yemişik vaxtı ilə. Öz Avropa məhkəməsini 2 dəfə olmuşam seçki məsələsinə görə. Yəni belə məsələlər var ki, bilirsiniz, bu məsələ çox həssas məsələdir. Bir tərəfdən ölkənin, dövlətin ciddi təmizlənmə məsələsidir ki, iki əlli razıyıq və dəstək də verməyə hazırıq. Mütləq də olmalıdır. Digər tərəfdən də hökumət özü də belə bir vəziyyətə düşməsin ki, bunun bir tərəfi də mənə toxunursa, elə örtbasdır eləyək, yüngülvari bu məsələni həll eləyək. Elə olmamalı.